vardır. Kinestetik toxunaraq, vizual görərək, audio eşidərək və yaxud da oxuyub yazaraq səviyyəsi şagird nəyi bilir, nəyi öyrənməlidir və bunları təmin edərək şagirdlərə differensial yanaşaraq öyrənməni təmin edərəm. Müəllimə, şagirdlərə necə rəy verirsiniz? Adətən biz bilirik ki, rəy iki cür olur. Konstruktiv rəy, dekonstruktiv rəy. Konstruktiv rəy nədir? Şagirdlərə dərs boyu istifadə etdiyimiz rəylərdir. Yəni onun düzgünlərini, doğrularını vurğulayır, daha sonra səhvlərini qeyd edirik. Səhvlərini necə doğruya çevirəcək, bunun barədə istiqamət veririk. Deməli, burada konstruktiv rəy gələcək yönümlü rəydir. Şagirdin idraki fəallığına verilən rəydir. Onun şəxsiyyətinə deyil, şagirdə həssaslıqla çatdırılmalıdır eyni zamanda. Spesifik, aydın, düzgün olmalıdır konstruktiv rəy. Yaxşı müəllimə, tənqidi düşüncə ilə tənqid etmənin fərqi? Belə, deməli, tənqidi düşüncə ilə tənqid etmənin fərqi, tənqidi düşüncə, məntiqi, bu sualda biraz ilişəcəm müəllimə, onu oxumamışam, özündən də... 5-ci dərsdən verirəm müəllimə. Tənqid etmə mütəmadi olaraq hansısa bir obyekti, sizə hansısa bir deyək ki, hadisəyə ancaq mənfi tərəfdən yanaşırsan, tənqid edirsən, onu ancaq pisləyirsən. Amma tənqidi yanaşma həmin obyektə, həmin hadisəyə həm müsbətlərini, həm qərəzsiz yanaşırsan, əsaslı şəkildə. Yəni ümumiyyətlə tənqidi yanaşma hansısa bir fikri əsaslandırmaqdır. Tənqidi yanaşma hansısa bir fikrə qərəzsiz yanaşmadır. Nəyisə bəyənirsən, bəyənmirsən deyirsənsə, fikirlərini əsaslandırmalısan. Həm müsbət tərəfini vurğulayırsan, həm mənfi tərəfini. Və o müsbət tərəfini niyə bəyəndiyini vurğulayırsan, niyə bəyənmədiyini əsaslandırırsan. Bu tənqidi yanaşmadır. Amma tənqid etmədə hansısa bir obyekt olsun, hadisə, ancaq negativ tərəfləridir. Ancaq pisləyirsən, pis tərəflərini vurğulayırsan. Bu tənqid etmədir. Şagird qiymətləndirmənin istiqamətlərini deyin. Qiymətləndirmənin istiqamətləri. 4 istiqaməti var idi müəllimə, beynəlxalq. Qiymətləndirmənin istiqamətləri 4 cür istiqaməti vardır. Məktəb daxili qiymətləndirmə, yekun qiymətləndirmə, beynəlxalq qiymətləndirmə və milli qiymətləndirmə. Doğrudur. Yekun qiymətləndirmə hansı qiymətləndirmədir müəllimə? Yekun qiymətləndirmə bu attestatla nəticələnən qiymətləndirmədə şəhadətnamə attestatla. Neçənci sinifləri əhatə eləyir? 9-cu və 11-ci sinifləri. Neçə bal yığmısınız müəllimə? Mən 55 bal müəllim. Ay maşallah, həqiqətən də maşallahınız var. Ülkər müəllimə, maşallahınız var. Əhsən. Mənim balımı yığmısınız. Əhsən sizə. Təbrik eləyirəm. İnşallah buradan da 40-ı götürərsiniz müəllimə. İnşallah, inşallah. Məqsədimiz odur. Bəli, təşəkkürlər müəllimə. Bu gələn alqışlar, bu gələn smayliklər də sizindir. Çox sağ olun müəllimə, minnətdaram. Qəbul eləyin. Həyətin qapısını açın, girsinlər içəri bu smayliklər, bu hədiyyələr. Sağ olun.